Salam dəyərli izləyicilər, hər birinizi salamlayıram. Bu günləri düzgün qidalanma üzrə mütəxəssis Roman qardaş və mən Elman Rəhmanoğlu. Allah can sağ olsun. Sağ olun. Bu günləri Roman qardaşlar bir neçə sual verəcəm. Bu suallar da Roman qardaş necə ki bu sağlam həyat tərzinə keçib, bu barədə danışsın. İnşallah. Roman qardaş, sağlam həyat tərzinə ilk başlayanlar nədən başlamalıdır? Mütləq bağırsaq təmizlənməsi birinci olunmalıdır. Mütləq birinci bağırsaq təmizlənməsi olunmalıdır. Biz bağırsaq təmizlənməsi eləmədən heç bir xəstəliyə qalib gələ bilmirik. Olmur bu şey. Sonra yürüyüş mütləq. Hər gün yürüyüş olmalıdır. Davamlı özdə. Çox insanlar mənə deyir ki, nə bilim, hava soyuqdur, yaya saxladım, yaza saxladım. Yox. Hər gün yürüyüş olmalıdır. Biz təbiətin bir parçasıyıq. Təbiətlə uyğunlaşmalıyıq inşallah. Sonra qidalanma, mütləq qidalanmaya diqqət olunmalıdır. Valla bizdə bəzi hallarda bir də görsən nəsə yığıncaq zad olur. Deyirlər bir xırda qarışdır da, nə olacaq ki? Deyirəm yox. Mənim o keçmişdəki günlərim yadıma düşür, ağzımdan vaxtda qan tökülürdü. Ona görə o şeyləri mən elə bir dəyişmişəm də tərtəmiz. Yatmaq rejiminə diqqət olunmalıdır, mütləq.